Səhranın səssiz gecələrində ulduzlara baxan hər kəs bir həqiqət axtarırdı. Kimi babalarından qalan bütlərdə təsəlli tapır, kimi də qəlbinin dərinliklərində tək olan bir yaradanın varlığını pıçıldayırdı. Qum fırtınaları yolları bağlasa da, insanların ruhundakı bu inanc axtarışı heç vaxt dayanmırdı. İslamdan əvvəl Ərəbistan yarımadasında müxtəlif inanclar mövcud idi. Başlanğıcda Həzrəti İbrahim və Həzrəti İsmailin təbliğ etdiyi tövhid, yəni tək Allah inancı hakim idi və Kəbə bu inancın ən müqəddəs rəmzi sayılırdı. Lakin zaman keçdikcə bölgədə Yahudilik, Xristiyanlıq, Məcusilik, Sabilik və bütpərəstlik kimi müxtəlif inanclar yayıldı. Bu inancların hər biri yarımadanın müxtəlif bölgələrində özünə tərəfdar toplamışdı. Bunlardan başqa Həzrəti İbrahimin dinini yaşatmaq istəyən və Hənif adlandırılan tək Allaha inanan insanlar da var idi. Bu inanc sahibləri nə Yahudiliyə, nə də Xristiyanlığa mənsub deyildilər. Bütpərəstlik anlayışından da tamamilə uzaq idilər. Lakin həniflərin öz aralarında hər hansı bir təşkilati birliyi yox idi. Onlar oxumuş, yazmış, fərdi şəkildə yaşayan və öz başlarına ibadət edən kimsələr idi. İçlərindən bəziləri İvrit və Süryani dillərini bilir, dini mətinləri mütaliə edirdilər. Bununla belə onların müəyyən edilmiş vahid bir ibadət forması mövcud deyildi.